Əziz şagirdlər, hər birinizi xoş gördük yenidən. İmtahana artıq bir neçə sayılı günlər qalıb və imtahana sizə dəstək olaraq mövzuları təkrar testləri ilə davam edəcəm. Bugün mövzu sınaqlarından ismə nəzər salaq. Birinci suala diqqət edirik. Birinci sualda bizdən sayıla bilən isim tələb olunur. O zaman diqqət edirik variantlara. Məsələn, komfort, rahatlıq sayılmır, mücərrəddir, sayılmayan isimdir. Üçlər yanlışdır. Digər varianta baxırıq. Cloud, bulut. Bulut İngilis dilində havaya aid olsa da sayılan isimlər sırasında gedir. Mücərrəd olub sayılan isimlər 2 doğru variantdır. Digərində də gilas sözüdür. 4-də cherry. Cherry gilasdır. Gilas da sayılır. Ona görə 2-4 doğrudur. Amma birincisində crime isə bu kriminal, yəni deməkdir cinayət, o sayılmır. 2 nömrəli testə diqqət edirik. Bizdə burada isimlərin yelik halı tələb olunur. O halda variantları inceləyək. Birinci biz bilirik apostrof S-dən sonra artikel varsa yelik hal deyil. Made fiil varsa apostrofdan sonra yelik hal deyil. Apostrofdan sonra ing və ondan sonra digər nitqisələri feildən başqa gələrsə yelik hal deyil. Amma ikinci tərəfdə ing-dən sonra bir istisna hal var ki, ikinci dəfə feil verilərsə o yelik hal olur. Amma burada heavily zərfdir, yəni o yelik hal yaratmır. Qod da bilirik ki, apostrofdan sonra yelik hal deyil. Doğrumuz D-dir. The boys have to clean the children's room. Oğlanlar uşaqların otağını təmizləməlidir. Üçüncü testə diqqət edirik. Yenə bizdən yelik hal tələb olunur. O zaman A variantına baxırıq. Deməli, birinci növbədə mütləq bizə deyir ki, yanlış olanı seçin. Yanlış olanımız, məsələn, A variantında tears came into the man's eyes, bu doğrudur. Yəni, bundan işimiz yoxdur. Bizə deyir, yanlış olanı seçin, şərtə diqqət edin. E variantında teacher's explanation, müəllimin izahı isimdə hallama baş verib yerindədir. Buna da biz toxunmuruq, doğrudur. Sonra diqqət edirik. I had a great time at my uncle's. Daimcildə vaxt keçirdim. Ətdən sonra dayı tək apostrof. Bu da doğrudur. Yəni bunların işimiz yoxdur. Yalnız A və C variantına baxırıq cümləyə. Birinci növbədə Jack London. Elgün hasn't read Jack London stories at all. Elgün yəni heç vaxt Jack London əsərlərini oxumur. Jack London bir nəfərdir. Tək adamda, tək insanı ifadə edərsə varlığı apostrof S olmalıdır. Burada S apostrofdur. Yəni yanlış olaraq səhv C-dir və A-da da the child's cry, uşağın ağlamağı. Bu isim varsa hallama baş vermişdi. Səhvimiz elə C variantındadır. London, Jack London təkdir. Təkdə tək apostrof bu şəkildə olmalıydı. Orada isə S apostrofdur. Dördüncü testə diqqət edin. Dördüncü testdə bizdən yenə düzəltmə isim tələb olunur. Biz bilirik ki, düzəltmə isimlər şəkilçilər vasitəsilə düzəlir, amma bəzi oxşar homonim şəkilçilər varsa, onlar sadədir, heç bir halda isim yaratmır. Məsələn, mentlə də bağlı bizim qaydamız var ki, ment, məsələn, monument, parlament, document, cement sözlərində sadədir. O heç vaxt düzəltmə kök və şəkilçi ayrılmır. Burada da düzəltmə isim deyirsə 2-3 çıxırıq, qalır 1-4. Doğrumuz E variantıdır. Çünki argue feilindən argument, agree feilindən agreement. Amma mono deyə, pali deyə belə bir feilimiz yoxdur ki, biz ondan isim yaradaq. Ona görə 1-4 doğrudur. 5-də cəm isim tələb olunur. O zaman diqqət edirik. İcazələr heç bir halda cəm olmur. Yanlışdır. Plate təkdədir, wood təkdədir. Elə doğrumuz D variantıdır. Cəm isim sırasındadır. 6 nömrəlidə isə bizdən doğru uncountable sayıla bilməyən isim tələb olunur. O zaman diqqət edirik. İlk öncə parrot tutuquşu sayılır, bas avtobus sayılır, pi noxud lobiya mücərrəd olub sayılanlar sırasındadır. Və qalırıq digərlərdə A sayılır, saat qalır. A variantı enerji sayılmır, faya odalov sayılmır, fi qorxu sayılmır, üçü də mücərrəddir. 7 nömrəli testdə isə bizdən cəmdə olan isimlər tələb olunur və doğru cəmləməyə diqqət edin. Əgər sonunda SH varsa bu ES qəbul etməlidir. 3 yanlışdır. Postman təkdədir. Yəni men olmalıydı cəmdə. Doğrumuz elə 1-4-dür. 1-4-də doğru variantdır. 8-ci testdə bizdən mürəkkəb isim tələb olunur. Mürəkkəb isimlərdə şəkilçi yoxdur. 2 və də artıq sözdən ibarətdir. A variantında izm şəkilçi var. Bu düzəltmədir. 4-də ümumiyyətlə heç nə yoxdur. Sadədir. 2-3 elə bizim doğru mürəkkəbimiz hesab olunur. 9 nömrəli testdə isə bizdən yalnız yanlış variant tələb olunur. Yanlış variantda diqqət edin. The sun's rays, günəş təkdir. Yəni yelik halının doğru işlənməsidir. Günəş təkdir. Tək apostrof alıb doğrudur. Yeganə vahiddir. The ocean's wave, okean təkdədir, apostrof tək doğrudur. E təkliyi bildirir. C-də momentində yeli
tek xətt S, yəni tək simlərin işarəsi doğrudur. Sandy təkdədir, günlər cəmlənmir. Onlar həmişə tək-tək apostrof doğrudur. Qalır A variantımız yanlış variantdır. Nə üçün? Çünki heyə bədən üzvüdür. Saç bədən üzvləri ortaq deyil. Ortaq olmayan isimlərdə bütün şəxslər Harry-də apostrof S almalıdır, Jacobs da. Ona görə doğrumuz, yəni yanlış olaraq dəyərləndirilən A-dır. Hər iki tərəfdə apostrof olmalıydı, amma birində var. 10 nömrəli testdə bizdən doğru variant tələb olunur. O halda diqqət edirik. Rice düyü sayılmır, önündə artikl olmaz. 4-lər yanlışdır. Furniture sayıla bilməyən isimdir, önündə artikl olmaz. 3-lər yanlışdır. Doğrumuz elə 1-2-dir. Və 11-ci testdə diqqət edirik. Possessive case yəlik al, doğru işlədilən yəlik al tələb olunur. Apostrof S-dən sonra diligent, bacarıqlı, savadlı, əlaçı mənasında sifətdir. Sifət hallanma yaratmır. 2-də apostrof S-dən sonra ing var, hallanma yaratmır. Elə doğrumuz 1-3-dür.